Daşınmaz əmlak alarkən diqqətli olun. Ali Məhkəmə bu sahədəki təhlükələri açıqlayıb. Ali Məhkəmənin mövqeyinə görə daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi həm də reyestr və notariat sisteminin fəaliyyətindən asılıdır. Yəni, bu iki institut bir-birini tamamlayaraq həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də mülki dövriyyənin təhlükəsiz və sabit şəkildə həyata keçirilməsinə xidmət edir. Dövlət reyestri təkcə məlumat bazası deyil, eyni zamanda ictimai etimad institutudur. Mülki dövriyyənin iştirakçıları əmlakla bağlı qərar qəbul edərkən reyestrdəki məlumatlara güvənirlər. Bu orqan yalnız sənədləri formal şəkildə qəbul edib qeydiyyat aparmaqla kifayətlənməməli, onların hüquqi əsaslarını yoxlamalı, ziddiyyətli və ya şübhəli halları araşdırmalı, zərurət olduqda müvafiq tədbirlər görməlidir. Lakin məhkəmə təcrübəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bir sıra problemlər müşahidə edilib. Bu hallar həm mülki dövrün təhlükəsizliyinə, həm də mülkiyyətçilərin və əmlakı əldə edən şəxslərə birbaşa təsir edir. Xüsusilə mülkiyyətçi olmayan şəxsin adına əsassız qeydiyyat aparılması, əmlaki qanuni əsaslarla əldə etmiş şəxslərin hüquqlarının qeydiyyatında gecikmələrin baş verməsi, eyni daşınmaz əmlak üzərində bir neçə şəxsin hüququnun qeydiyyata alınması, daşınmaz əmlakla bağlı etirazların reyestrə daxil edilməməsi və ya vaxtında daxil edilməməsi kimi hallar sonradan yaranan mübahisələrin əsas səbəblərindən biri olmaqla yanaşı, həm əsl mülkiyyətçilərin, həm də reyestr məlumatlarına etibar edərək əmlak əldə edən şəxslərin hüquqlarını təhlükəyə ata bilər. Buna görə də qeydiyyat prosesin operativ, dəqiq və hüquqi əsaslar üzrə həyata keçirilməsi mülki dövriyyənin sabitliyi və hüquqi təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Borc müqabilində kimsə öz əmlakını başqa bir vətəndaşın adına keçirdir və sonradan bu da böyük problemlərə yol açır. Görürüz ki, həmin adını kimin keçirtdiyi adamın ya həbsi ola bilir, ya əmlakına həbs qoyulur və həmin vaxtlarda da görürüz ki, öz evini girov qoyub pul götürən adam öz evini geri ala bilmir və ona görə də müəyyən müqavilələr hazırlanmalıdır ki, borc müqaviləsi kimi verilsin və orada əgər vətəndaş öz əmlakını kimisə adına keçirsə, orada öz əksini tapsın. Notarius isə müqaviləni təsdiq etməzdən əvvəl bir sıra vacib məsələləri yoxlamalıdır. Reyestrdə əks olunan məlumatlar tərəflərə aydın şəkildə izah edilməlidir. Lakin notariusun vəzifəsi yalnız bununla məhdudlaşmır. Notarius həm tərəflərin niyyətini müəyyən etməlidir və onların həqiqətən də müqavilənin mahiyyətini anladığını müəyyən etdikdən sonra müqaviləni təsdiq etməlidir. Və bəzən olur ki, tərəflər notariat orqanına müraciət edirlər və müqavilə bağlamaqda öz niyyətlərini gizlədirlər. Və sonradan bu da tərəflər arasında çox ciddi mübahisəyə gətirib çıxarır. Təcrübədə daha çox rast gəldiyimiz problemlər bundan ibarətdir ki, eyni daşınmaz əmlak üzərində iki və daha çox şəxslərin mülkiyyət hüquqlarının tanınması, yaxud da mülkiyyətçi həqiqi mülkiyyətçinin daşınmaz əmlak üzərində hüquqlarına qeydə alınmaması. Deməli, reyestr orqanı hüquqların düzgün qeydiyyatını təmin etməli, notarius isə həm hüquqi vəziyyəti, həm də tərəflərin həqiqi iradəsini araşdırmalıdır. Bu vəzifələrin pozulması şəxslərə vurulmuş zərərin ödənilməsi ilə nəticələnə bilər. Əzizə Mahmudzadə, Sədrəddin Mirzəyev, Telesəhər.